Almaniyada sürücülük hüququna sahib olmaq, necə deyərlər, bahalıdır. Ümumi Almaniya Avtomobil Klubunun məlumatına görə təkcə B kateqoriyalı sürücülük vəsiqəsi almaq 2500-4500 avroya başa gəlir. Bura dərslərin baza qiyməti, nəzəri və praktik imtahanlar üçün ödənişlər və sənəd rüsumları daxildir. Şəhərlərə görə məbləğ dəyişir. Almaniyada imtahanlara müstəqil hazırlaşmaq mümkün deyil. Nəzəri və praktik dərslər mütləq sürücülük məktəbində keçilməli və imtahanlar müstəqil ekspertlər tərəfindən qəbul olunmalıdır. Nəzəri dərslərə hər biri 90 dəqiqəlik 12 məcburi cüt dərs və xüsusi mövzularda. Məsələn, spirtli və ya narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyin yol verilməzliyi və nəticələri haqqında 2 əlavə dərs daxildir. Məcburi dərs saatlarının minimum sayı 12 olsa da orta hesabla 24 saat götürmək lazım gəlir. Almaniyada sürücülük vəsiqələrinin belə deyək qızıla dönməsinin daha bir səbəbi isə nəzəri və praktiki imtahanlarda yüksək uğursuzluq faizi və bunun nəticəsində təkrar bahalı imtahanlardır. Berlində fəaliyyət göstərən məktəblərdən birinin meneceri Damla Gözəl deyir ki, sürücülük vəsiqələrinin davamlı bahalaşmasını işçi heyəti, sığortalar, tədris avtomobilləri və yanacaq xərclərinin artması ilə izah etmək olar. Nəzərə almaq lazımdır ki, hazırda hamımız maliyyə baxımından çətin bir dövrdəyik. İnflyasiya və sair problemlər mövcuddur. İndi təsəvvür edin ki, yanacağın, avtomobillərin qiyməti artır. Eyni zamanda maaşlar, kirayə haqqları və digər xərclər də artır. Bu o deməkdir ki, biz qiymətləri təyin edərkən təəssüf ki, yalnız sabit bir qiymət verə bilmirik. Xarici faktorları da nəzərə almalıyıq. Yüksək xərclərə görə sürücülük vəsiqəsi almaq üçün kredit götürənlər də var. Yəni, bu sahədə bahalaşma sürücülük hüququ əldə etmək istəyənlərin sayına mənfi təsir etməyib, əksinə. Statistika İdarəsinin məlumatına görə Almaniyada sürücülük vəsiqəsi alanların sayı artır. 2024-cü ilin əvvəlində 51 milyondan çox sürücülük vəsiqəsi qeydə alınıb. Hələ bu göstəriciyə 1999-cu ildən əvvəl verilən kağız sənədlər daxil deyil. Alman cəmiyyətində demoqrafik dəyişikliyi nəzərə alsaq, yollarda sükan arxasında olan yaşlı sürücülərin sayının artdığını da görürük. Yollarda qəzaların səbəbkarları çox vaxt 75 yaşdan yuxarı sürücülər olur. Almanların əksəriyyəti onların təkrar test edilməsini və daha radikal tədbirlərin görülməsini istəyirlər. Sürücülük vəsiqəsi almaq üçün ən gənc yaş isə 17-dir. Alman sürücülük vəsiqəsinin etibarlılıq müddəti 15 ildir. Günay Məmmədova, Günel Habil qızı, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.